Şəmkirdə bədbəxt hadisə baş verib. Qafqaz İnfonun məlumatına görə 1996-cı il təvəllüdlü İntiqam Əsgərovu elektrik cəryanı vurub. 29 yaşlı şəxs aldığı xəsarətlərdən hadisə yerindəcə həyatını itirib. Əraziyə polis və prokurorluq orqan əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma işlərinə başlanılıb. Unikal xəbər saytının xəbərinə görə İntiqam Əsgərov nişanlı idi. Bu ayın sonunda isə onun qardaşının toyu olacaqdı. Sabunçu rayonunda da ölümlə nəticələnən bədbəxt hadisə baş verib. İyunun 8-i saat 20 radələrində Nardaran qəsəbəsi Ləhəc bağları adlanan ərazidə tikinti gedən evdə usta işləyən Qazax rayon sakini 1994-cü il təvəllüdlü Təbriz kommunal oğlu Əhmədova elektrik cəryanı vurub. O aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma tədbirlərinə başlanılıb.